Finansistin 3 sual, 3 cavab rubrikasının qonağı, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədrinin müşaviri, APFM-in üzvü Rəvan Səmədlidir. Rəvan müəllim 5 dəqiqə ərzində daxili audit sahəsində 3 önəmli sualı cavablandıracaq. Rəvan bəy, birinci sualımız daxili audit nədir və daxili auditin missiyası nədən ibarətdir? Daxili auditorlar institutu, yəni The Institute of Internal Audit tərəfindən daxili audit tərəfindən qeyd edilir ki, daxili audit tərəfindən obyektiv şəkildə müəssisədə olan risklərin qiymətləndirilməsi, konsultasiya xidməti və müəssisənin iqtisadi yüksəlişinə əlavə dəyər qatmaq kimi bir missiyanı qeyd edir. Bildiyiniz kimi son illərdə vergi, mühasibat və maliyyə hesabatlarında əhəmiyyətli dərəcədə dəyişikliklər baş verir. Qeyd olunan hesabatlar müəssisənin həm maliyyə vəziyyətini, həm də əmlak vəziyyətini izah edir və bu kimi maliyyə hesabatlarının yoxlanılmasını və müəssisənin rəhbərliyinə düzgün formada uyğunluğunun çatdırılmasını daxili audit tərəfindən həyata keçirilir. Ona görə düşünürəm ki, bugünkü gündə daxili audit çox zəruri bir sahədir. Çünki şirkətdə mütəmadilə böyüyür və şirkətin səhmdarları kifayət qədər mikro səviyyədə nəzarəti həyata keçirə bilmir. Ona görə də daxili auditor tərəfindən yoxlamalı nəticələri onlar üçün çox vacibdir. Çox sağ olun cavabınız üçün. Keçən növbəti sualımıza, daxili auditin əsas vəzifələri nədən ibarətdir? Daxili auditin bir çox vəzifələri var. Bunlardan biz demək olar ki, vergi uçotun düzgün şəkildə yoxlanılması, maliyyə hesabatlarının qiymətləndirilməsi, müəssisədə baş verəcək risklərin qiymətləndirilməsinə həyata keçirilməsi, daha sonra konsultasiya xidməti, bu çox önəmlidir. Vəzifələrindən biri mütləq şəkildə daxili auditor tərəfindən müəssisənin gələcək inkişafına töhfə verməkdir və təminat verici, obyektiv və dediyimiz formada konsultasiya xidmətini həyata keçirən fəaliyyətləri və əsas vəzifələri daxili auditdir. Və sonuncu sualımız, daxili auditin əsas prinsipləri sizcə nədən ibarətdir? Daxili auditin bir çox prinsipləri mövcuddur. İlk öncə mütləq şəkildə səriştlər olmalıdır. Daha sonra ən önəmli məsələlərdən biri daxili audit öz obyektiv müstəqilliyini qorumalıdır. Yəni bir kənar fikirlərdə mütləq şəkildə yayılmalıdır. Daha sonra müəssisənin risk əsaslı qərarları, yəni menecer tərəfindən verilən risk əsaslı qərarların düzgün formada qiymətləndirilməsini həyata keçirilməlidir. Müəssisədə baş verəcək nəzarət sistemində və yaxud da qiymətləndirmə prosesində mütləq şəkildə yenidirilmiş formada obyektivini qorumalıdır ki, müəssisə rəhbəri artıq ona verilən audit rəylərində müəssisədə baş verən həm dinamikanın, həm yüksək səviyyədə baş verən iqtisadi artımın və yaxud da ki, iqtisadi azalmanın düzgün şəkildə daxili auditor qiymətləndirib rəhbərliyə çatdırmalıdır. Bununla bağlı bildiyiniz kimi daxili auditin 4 əsas standartları mövcuddur. Bunlar atribut, performans, təfsir və icra standartlarıdır. Bu standartların hərəsinin özünə məxsus funksiyaları vardır. Atribut standartları daxili auditin hərəkətlərini, məsuliyyətini qeyd eləyir. Daha sonra performans isə daxili audit şöbəsi və ya daxili audit kimi çalışan şəxslərin xarakterini və daxili audit funksiyasının nə qədər önəmli olduğunu izah eləyir. Üçüncü standartlardan biri icra standartlarıdır. Bu icra standart əsas funksiyalarından biri daxili audit yoxlaması zamanı istifadə olunan performans və atribut standartlarına qeyd olan terminlərin belə deyim daha geniş formada aydınlıq gətirir və sonuncu standart olaraq icra standartı dediyimiz standart bu isə qiymətləndirmə və konsultasiya zamanı performans və atribut standartlarının daha ətraflı şəkildə, daha deyim geniş şəkildə aydınlıq gətirir, izahını verir. Bu da icra standartlarıdır. Rəvan bəy, siz ICFM-in professional daxili auditor proqramının məzunusunuz və bu proqramın üstünlüklərini zəhmət olmasa bildirərdiniz və həmkarlarınıza yeni bu sahə üzrə başlayanlar üçün nə tövsiyə verə bilərsiniz? Bəli, mən APFM-də daxili auditin beynəlxalq standartları üzrə sertifikat almışam və APFM məzunuyam. Buna görə də həm APFM, həm də ICFM komandasına öz dərin təşəkkürlərimi bildirirəm ki, bizə bu formada çox gözəl bir şans yaratdılar. Həm gənc nəsilə, gələcəkdə audit olmaq istəyirsə, internal audit olma sahəsində olmaq istəyən gənclərimizə və öz həmkarlarıma bu sertifikatın üstünlükləri ilə bağlı qısa bir formada izah eləmək istəyirəm ki, artıq siz öz biliklərinizi bir kağız daşıyıcıda əyani şəkildə izah edə bilirsiniz. Çünki bəzi sahələr üzrə bu sertifikatın əldə edilməsi ya çətin olur, ya mümkünsüz olur, ingilis dilində olur və düşünürəm ki, bu sahədə bəli, əlbəttə düzgün vurğulayırsınız. Həm Azərbaycanda olması, həm əlçatanlığın daha yaxın olması, materialların kifayət qədər çox olması ilə bağlı artıq daxili auditorlar bu təlimlərə qoşula bilərlər. Mən öz
bir audit olaraq tövsiyəmi verirəm və düşünürəm ki, APFM Nəvasifem komandası bunu çox peşəkar şəkildə həyata keçirdir. Həm müəllimlər, həm komanda şəklində. Gələcəkdə audit olmaq istəyən hər kəsə və öz həmkarlarıma dərin təşəkkürlərimi bildirirəm. Hər birindən uğurlar arzu edirəm. Sizə də öz təşəkkürlərimi bildirirəm dəvətiniz üçün. Çox sağ olun Rəvan bəy. Ümid edirəm ki, finansist oxuyucular və izləyicilər üçün çox maraqlı bir intervyu oldu. İnşallah növbəti buraxılışda görüşəcəyik. Təşəkkür edirəm, uğurlar. Sağ olun.